Bugünkü mövzumuz antik baş. Bəli dostlar, artıq növbəti ikinci videomuz gəldi və növbədə Venera var. Bunu belə işləyəcəyik. Təqribən yenə çalışacağım ki, videonu uzun tutmayım. Əlavə söhbətlər də edəcəm, məlumatlar da sizə verəcəm. Təqribən yarım saatlıq bir video olacaq. Çalışın ki, hazır formada bir yerdə işləyək. Yoxsa bu videoları çəkməyin heç bir mənası olmayacaq. Nəsihətli olun və bir-bir izləməyə davam edək. Və sizə bəzi nüansları da göstərəcəm. İndi uşaqlar başladıq Veneranı işləməyə. Bu fasaddan işləyəcəm. Bir profilə yaxın. Demişdik ki, hər bir heykəli hər istiqamətdən çəkəcək. Ona görə də natural hər bir formada işləyəcək. İndi uşaqlar, vərəqimizi yenə kiçik götürdüm. Bir dəqiqə uzaqdan götürüm. Dərs üçün uzunlaşdırım. Bu formada enliyini inirdik, uzunluğunu təyin edirdik. Ölçü məsələləri çox önəmlidir uşaqlar. Birinci, burada ən enli hissə hansıydı? Saçın bu hissəsi ilə bu hissəsi. Yəni ümumi götürürük. Ən enli hissəmiz oradır. Karandaş vasitəsilə qoyuram, baxın. Götürdüm. Bu 1. Baxın, bu ölçünü itirmirəm. Saxladım belə. Qoyuram onun hündürlüyünə. 1. Görürəm, 1-in də yarısı qədər. Tam bir yarısı deyil. Təqribi bir ölçü. Mən bunu 1 götürürəm. Buradan buraya 1. 1 yarı dedik axı. 1. Bir də onun yarısı. Təzəyini göstərim. 1. Bir də onun yarısı. Təqribən bu həmin ölçünü neyinirik? Çərçivəyə alırıq. Yəni keçən dərsdə də elədiyimiz kimi. Ümid edirəm görürsünüz. Aha. Uşaqlar, gördüyünüz kimi ölçümüz bu boyda olacaq. A4 formata uyğun. İndi neyinirik? Bizim mərkəz xəttimiz harasıdır uşaqlar? Göstərim. Buradan başlayır. Buranı tənortaya bölür. Yəni üzü ayıran hissə. Bunu təqribi burada qoyuram uşaqlar. Bu ölçü dəyişə biləcək burada. Yəni mən üz nahiyəsini buradan buraya kimi təyin edirəm də. İnsan, nə demişdik keçən videomuzda? İnsan üzü kuba oxşur. Bu hissəsi üz, bu isə arxa hissəsi nəzərdə tutulur. Yəni qulaqdan digər hissəsi. Yaxından da göstərə bilərəm sizin üçün. Elə bir kubun üzü bu hissədir. Və yan hissəsi isə bu hissəsi. Qulağın artıq olan hissədir. Və yenidən təzədən təkrarlamıram həmin sözlərimi. Əgər birinci videonu izləmək istəyirsinizsə, playlistə daxil olun və orada ilk növbəcə Dianadan başlamışdıq. Diananın işləmə qaydasını buna da, yəni Veneraya da tətbiq edirik. Yəni insan üzü 3 bərabər hissə bölünməsi, bir göz arasında bir göz qədər məsafə, ümumiyyətlə insan üzünün göz yerləşməsi 5 dəfə olması. Yəni bu nisbətləri təkrar etmirəm, vaxtımız getməsin deyə. Onun üçün də nə edirik? Başlayırıq işləməyə. Uşaqlar, birinci siz üçün ümumi. Burada biraz fasadı fərqlidir deyə, qalındır deyə digərlərindən. Ən qalını Veneranınkidir. Burada ümumi ölçüləri nəzərdə tutursaq, insan üzünü 3 bərabər hissəyə böldük. Amma onun saç hissəsini görürsünüz. Saç hissəsi daha belə. Əlbəttə 3 bərabər hissənin bölünməsinin bir yarısı qədər. Təqribən sizə yaxından göstərim. Yəni mən demirəm, burası 3 bərabər hissəyə bölünür. Həmin bu saç hissəsi bu bir dəfə, ya baxış bucağından belə sayılır. Bir yarım qədər fərq var. Yəni ölçü, burada bundan fikir verəcək ölçü məsələlərində. Təqribi bir ölçü götürürəm. Yəni bu bir yarım bu deməkdir. Yəni saç alnın başladığı nöqtəsini burasını nəzərdə tuturam. Nə demişdik? Bir yarım götürmüşdük də, elə deyil. Mən bu hissəni də 1 götürürəm. Çünki saç hissəsini bir də yarımı götürmüşük. Ona görə üzümün bərabər hissəyə bölmək üçün bu 1. 3 bərabər hissə demişdik. Bu 2. Bu hissə də 3. Biraz böyük görsəndi. Təzədən yenə ölçürəm. Biraz böyük götürmüşük. Bu qədər gəlməlidir. Əlavə xəttləri də pozuram. Baxın, buradan pozun. Bunu da qoyduq. Bura başlayaq. Baxın, bu 3 bərabər hissəni ayırdım.
3 bərabər hissə harası idi? Alın nahiyəsindən qaşa qədər, qaşdan buruna qədər, burundan isə çənə nahiyəsinə qədər. Burada ümumi ölçünü təyin etdik. İndi uşaqlar, burada xırda bir detal var. Dedik axı, fasad hissəsi digər heykəllərdən fərqlənir. Yəni alt hissəsi, çənədən ümumi fasad hissəsi. Fasad hissəsi ümumiyyətlə ölçüm onu təqribən harasına qədər gəlir? Durun, bir də özüm belə baxım ölçüm. 1. Aha. Görürəm ki, o da 1 məsafə qədər təşkil edir. Yəni bu alt hissəyə qədər mənim alta qədər çəkmə hüququm var uşaqlar. Kiçikdə də bilərəm. Amma bir dənə element demişdik ki, biz gördüyümüz obyekti olduğundan kiçik çəkə bilərik. Amma nə edə bilmərik? Daha böyük işləyə bilmərik. Və bu alt hissəsini çəkdim aşağıya doğru ki, A4 formatda deyə istəyirəm ki, hər bir detalına qədər sizə göstərim. Siz imtahanda A2 formatda işləyəcəksiniz uşaqlar. Bunun elə bir 4 dənəsi. A4-ün 4 dənəsi. Bu hissəni də təyin etdik. Baxın, bu qədər. Yəni bu hissə həmin fasadın alt hissəsi. Onu çoxalda da bilərik. İndi ölçümüz kiçikdir deyə ona görə kiçik saxlayırıq. Hələ ki bu ümumi komponovkasına keçməmişik. İndi uşaqlar, bu hissəsini də bildik. Dedik axı bu çana hissəsidir. Bu istiqamətdə yan hissəsinə diqqətlə baxın. Yan hissəsində başlayıram bunu ümumi yerini qoymağa. Bilirəm ki, buradan bu gələcək, saç nahiyəsi burasıdır. Saçdan tam mərkəz burası nümunə götürürəm. Buradan təni ortaya bölürəm. Bax, əlavə xəttlər çəkirəm ki, bəlkə siz keçən videoda çox tünd çəkmişdim. Səbəbini də izah eləmişdim sizə. Kamerada görsənməməyindən qorxurdum. Amma çox sevindim ki, görsənirdi. Və sərbəst şəkildə əlinizi idarə etməyi öyrənin uşaqlar. Yəni 1000 dəfə pozmayın bir xətti. Həm vaxt iskisidir. Mən bu videolarda sizə vaxtı necə idarə etməyinizi, necə sürətli formada işləməyinizi göstərirəm. Yəni bir dəfəlik bunlara baxaraq wow dərəcədə çəkə bilməzsiniz. Bu məşq məsələsidir, dəfələrcə işləmək söhbətidir. Baxın, burun nahiyəsində qulağı altda burada yerləşir. Bir ağzın başlanmış hissəsi. Baxın, qulağı buradan götürəcəm. Təqribi, baxın, komponovka nədir? Təqribi yerləri qoymaqdır. Yəni, mən bu xəttləri silə bilərəm. Məsələn, bunu silmək istəyirəm, gözümə xoş gəlmir. Komponovka bu deməkdir. Komponovka da dəqiqlik hələ ki yoxdur. Sadəcə yerini qoyuram. Bu xəttlərin yeri dəyişə də bilər. Tam da zid formada dəyişmir. Sadəcə müəyyən dəyişikliklər, sadəcə vərəq üzərində düzgün yerləşdiririk. Formada saç nahiyəsini də qoyuruq. Saç dediyimiz kimi çox belə hündür, hasondur. Bizim kursda da var idi bu Veneradan. Amma biraz fərqli idi. Bu mənə fərqli gəldi. Yəni bizimki bir fasadı yoxdu idi altında. Asılı formadaydı. Yəni fərqli heykəllər işləməkdən çəkinməyin uşaqlar. Nə qədər fərqli vaxtla belə yarışsanız, vaxt yarışma söhbətini indidən özünüzdə fokuslamayın. Siz öyrənməyə çalışın. Aydındır uşaqlar. Öyrənməyə çalışdıqdan sonra belə şeyləri sizə işləmək daha çox asan olacaq. Baxın, bunu buradan yığacam. Kiçiltməliyəm. Buradan da yığılacaq. Buradan da sürüşəcək bu istiqamətdə. Əlavə xəttləri pozuram ki, nə olsun, sizə də çətinlik yaratmasın. Bu qədər olacaq, kifayətdir. Bu alt hissədən də boyun nahiyəsini çıxardacaq. Bu çənə hissəsindən də. Düz qulağın dibindən çıxır. Buradan da yığılır. Ümid edirəm videoda xəttləri görürsünüz. Keçən videoya mən baxdım özümdə. Gördüm ki, xəttlər istədiyim kimi görsənir. Amma məsələn, mən incə işləsəm, yəni əslində xəttləri siz yumuşaq işləməlisiniz uşaqlar. Səhv eləyəndə, səhv etdikdə, onu pozanda kobudluq yaranmasın. Deməli uşaqlar, alt hissəsini mən göstərdim. Baxın bu hissə. Onu gətirdim, aşağı meylələdim və buradan həmin fasadımız başlayır. Fasadın bitmə hissəsi saçın o bitmə hissəsi ilə eyni təşkil edir. Baxın. Yəni mənim saçım buradadırsa, Veneranın saçı. Deməli, buradan da həmin o
fasad bitir. Gördüğünüz kimi baxın. Çalışın videoları tez-tez sürətli baxmayın. Çünki mən belə həm danışıram, həm də izah eləyirəm siz üçün. Bu alt hissəyə fikir verin. Baxın, bu indi kameradan göstərirəm. Alt hissə qulağının da. Baxın, bu hissə. Gördünüz? Bu hissə ilə müqayisə edin uşaqlar. Sizin burada sizi əsasən xilas eləyəcək şeylər nədir burada? Müqayisə etməliyiniz. Şəkili istəməyiniz. Başa düşə formada işləməyiniz. Nisbətləri dediyim kimi təkrardan deməyim, müqayisə etməyiniz. Nə bilim, ağız hardan başlayır, burun hardan qutarır, bu nisbət hardan tarazlıq yaradır digər nisbətlə. Yəni hər dəfə gözünüz nə olmalıdır? Naturada, heykəldə və ya naturmodda olmalıdır. Nə işləməyinizdən baxıb, asıl olmayaraq nə edirik? Daim formada izləyirik. Konkret bildiyim xəttləri həmişə tünd eləyirəm. Daha belə arxanlıq yaradır. Sizdə də məncə elədir. Baxın, bu formada yerini qoydum. Əslində belə işləyəndə çalışın içindən də çəkin. Yəni xəyalın yerini qoyun ki, bilin ki, həqiqətən düz işləmirəm. Amma mən dəfələrcə işlədiyimə görə bilirəm ki, düz alındı. Əyriliklər varsa da kamerada elə görsənə bilər. Baxın, ümumi yerləşdirdim. Pozacağım hissələr var. Özümdə görürəm. Bu hissələr belə yığılacaq. Yavaş-yavaş nə edirik? İşləməyə başlayırıq, davam edirik. Aha. İndi biraz uzaqdan siz baxacaqsınız. Mən də yaxından bunu işləyəcəm. Ürünü yerini qoymuşam. Buna deyirlər kampanovka. Kampanovkada hələ ki hər şey dəqiq göstərilmir uşaqlar. Sadəcə yeri qoyulur ki, deyirsən ki, mən bu böyle hərəkətdə işləyəcəm. Püsü. Davamı yoxdur. Və bu formada işlədikdə də sən artıq xırda detallara fokuslanmışsın. Uşaqları görürəm ki, başlayırlar, kampanovkunu eləmir, başlayır gözü, qaşın, burnunun yerini qoymalı. Sən anla, bax, bunu vərəqdə düzgün yerləşdirə biləcəksənmi? Sağ altla üstün məsafəsi, sağla solun məsafəsi bir-birinə tarazlıq təşkil eləyirmi? Tələsməyin uşaqlar. Tələsən tərsinə düşər və vaxt bizim üçün çox önəmlidir. Rəssamlıqda əgər sən səhvə yol verdin, vaxta baxırsan, vaxtım var, mən bu işi xilas edə bilərəm. Onun üçün də çıxış yolları özünüz üçün axtarsın. Yəni təzədən o işi pozmayın, xilas etməyə çalışın. Yəni imtahanda çalışın, səhvə yol verin və səhvə yol versəniz belə motivasiyadan düşməyin. Çünki orada taleyiniz alınır. Yəni çox da danışmayaq, vaxtımızı bitirməyək. İstəyirəm ki, videolar da 40 dəqiqə, 50 dəqiqə olsun. Amma əsas məsələ nədir? Vaxtınızı düzgün qiymətləndirin uşaqlar. Yəni lazımsız, bəzi videolar lazım ola bilər, amma lazımsızlara çox da bu ərəfələrdə vaxt ayırmayın. İndi mən biraz İndi diqqətlə baxıram və üzünü ümumi yerini qoyuram uşaqlar. Yəni mən qoyduğum bu əlavə xəttləri biraz konkretləşdirməyə çalışıram. Bu hissədir, görürsünüz kamerada. Bu hissə dedik kubumuzun digər üz hissəsi və bu arxa plandakı üzün alt hissəsidir. Yəni arxa planda, qulaq ardı deyirik biz ona. Burada isə sərhədləri qoyuram, saçam üzün harasını təşkil edəcək, elə yerlərini qoyuram. Köməkçi xəttlərdən istifadə edirəm, sınıq xəttlərdən istifadə edirəm və xəttlər çox yumuşaqdır. Bəlkə siz görmürsünüz, mən bilərəklə eləyirəm. Çünki çox yumuşaq olmalıdır. Səhv etməyinizin də qarşısını alır. Plus, bilirsən ki, mən düzgün yoldayım, düzgün yolla gedirəm. Səhvə az yol verirəm. Baxın, bu hissəni ayırın. Bu həmin alt hissə, baxın, bu boyun nahiyəsinin də üst hissəsi də fərqlidir. Bəzən işləyəndə heykəli, öz üstünüzə də baxın, fikirləşin. Bu hissə belədirsə, mən öz üstünüzdə müqayisə edeyim. Bilirəm, bu antik baş heykəllər ilahi varlıqlar olur. İnsan özündən daha fərqli və gözəl, qüsursuz olur. Amma öyrənmək məqsədi ilə də müqayisə eləməkdən çəkinməyin. Yəni, gülməlik olmasın üçün. Yəni, işləyin. Rəssamlıq gücü müşahidə edəcək qabiliyyəti uşaqlar. Daim baxmağı, seyr etməyi və bunu təqlid etməyi rəssamlıqda. Adi məsələn, siz mənim əl figuruma baxırsınız, əli necə karandaşı necə istifadə etdiyimə baxırsınız. Yəni, başa düşürsünüz ki, bu belə olmalıdır. Aha, bunu da yerini belə qoyuram. Artıq başlayıram nə eləməyə? Ağız, burun, qaşının gözünü yerini qoyuram. Yəni, bu uşaqlar, bu isə daha, baxın necə qabarıqdır. Amma Diyanada isə
biraz belə. Fərqlərini görürsünüz. Baxın uşaqlar, bu hissəni də baxın. Belə də göstərdik. Ümumiyyətlə dodağın işləmə qaydasında keçən videoda da sizə göstərmişdim. Yəni baxın bu formada artıq yerinə oturub da işimiz, elə deyil. Artıq nə olub? Burun da hətta yerindədir. Sadəcə köməkçi xəttləri pozub, hələ pozmur. Həmin bu qoyduğumuz köməkçi xəttlərin üzərindən gedirik, konkretləşdiririk. Necə ki dodağı konkretləşdirmişik, yerinə qoymuşuq. Baxın ümumi iş necə səliqəli görsənir. Uşaqlar elə o qədər köməkçi xəttlərdən istifadə edirlər. Əsaslarını eləmirlər. Başlayırlar üzü kuba salmağa. Mən biraz çox qəribə gəlir o. Mən özüm o metoddan istifadə etmirəm. Sizə də tövsiyə etmirəm. Əgər siz tez bir zamanda heykəli, antik baş heykəli öyrənmək istəyirsinizsə, bu üsul sizə daha asan gələcək. Baxın, çox da qəlizləşdirmirəm. Bura kubazat salmadım. Nə bilim, çənə nahiyəsinə neçə dənə millim, santim, nə bilim, kub falan bölürlər belə. Yox, bunu eləyə bilərsən. Bu heç kub salma deyil. Parçalayırlar, üzü bir günə qoyulur, uşaq bilmir harasına şıtırxılasın. Eləmin belə şeylər. Bilmirəm, orada bəlkə metod düzgündür, amma mən o metodu düzgün görmürəm. Çünki mən özüm də işləmişəm, özüm də asan yollar axtarmışam. Mən də sizin kimi YouTube-da videoları axtarmışam, tapa bilməmişəm. İndi yavaş-yavaş görürəm ki, hə, çəkilir videolar və bu da siz üçün asan olmağı, yəni kursa getməyiniz yaxşı bir şeydir, gedin. Amma hər pilos belə videolara baxdıqda isə siz nə qədər irəliləyiş olduğunu özünüzdə hiss edəcəksiniz. İndi çox da danışmayaq, videomuza davam eləyək. İndi uşaqlar, bu hissədə gözün tam ortasında mərkəz xətt aparıram. Bu mərkəz xəttin köməyi ilə də biz qulağın, gözün, burnun yerində təyin etmiş olurduq. Necə ki, burun vasitəsilə gözün başlanğıc hissəsini təyin edirəm. Baxın bu hissə. Bu qıvrılan hissə var, yaxından da göstərim. Bu hissə, baxın. Bu hissə gedir belə. Və o hissəyə əsasən də bilirəm ki, göz harda başlayır. Buradakı hissən deyəcəksən, yəni o qıvrılan hissə bu yanlardadır, görsənmir də. Təqribən işinizə müşahidə edirsiniz uzaqdan. Baxırsınız ki, hə, təqribən buralarda başlayır və burada bitir ha. Bax, mən nisbətləri müqayisə etməyi deyəndə mən bunu nəzərdə tuturam. Nisbət deyəndə bu sifətimin böyük hissəsi deyil, yanakı. Bilirəm ki, buradakı aralarındakı məsafə bu qədərdir. Saxlayıram. Nöqtəni qoydum, köməkçi xətt kimi qoydum ora. Və gözün böyüklüyünü dodaqla müqayisə edirəm mən çox vaxt. Deyəcəksiniz ki, ay bu bununla nə əlaqə? Nisbətlər müqayisəsi. Uşaqlar, mən sizin asan yollar tapmaya çalışıram. Dəqiq bildiyiniz bir ölçünü götürüb digər şeylə müqayisə etmək anormal deyil. Normal bir şeydir əslində. Yəni siz özünüz işinizi rahatlaşdırın, gücü müşahidə edin, baxın, 1000 dəfə baxın, bir dəfə biçin. Necə ki, bu iş artıq bitir, yəni sadəcə gözlərin yerini qoyuram, 1-2 dənə də əlavə köməkçi xəttlər silirəm və tez bir zamanda Veneranı işlədim. Yəni, nə bilim, 1000 dənə xət atıb, işi qəlizləşdirib, özünüzdə, yəni mən görsən neynədim, sualı yaratmırsınız özünüzdə. Baxın, bunları qoyuram konkret yerlərini. Xətləri çox da tündləşdirməyim, mən artıq görürəm işimin haraya qədər gedir. Xəttlərin yerini qoyuram, tündləşdirirəm. İndi bu göz hissəsi. Baxın, bir gözüm kamerada. Bura baxıram, bir gözüm də buradadır. Yəni, güclü formada həm danışıram, həm də çəkirəm. İmtahanda siz danışmıyorsunuz. Orada imkan vermirlər. Deyirlər ki, öz işinlə məşğul. Öz işini başqasına maneçilik yaratma. Baxın, gözünü də həmin qoyduğum xətti gördünüz. Oraya əsasən yerləşdirdim. Buradakı qalınlıqlara fikir verin uşaqlar. Burada işıq nöqtələri olacaq. Gözün tam burada bitir, yuxarıya meyl eləyir. Belə kəskin kimi bir dənə xət aparıram. Və artıq gözümüz biri hazır. Digərin üçün yer saxlayıram. Bu biraz Veneranın gözü digərlərindən fərqlənir. Çox belə qıyıq gözlü, digərləri çox belə yekədir falan. Avqustda falan hamısında, amma bunda biraz fərqlidir. Uşaqlar biraz bu göz məsələsi. Deyirəm, gözü görmürəm. Deyirəm, necə görmürsən? Gözünü qıy. Göz qıymaya uşaqlar gözünü yummaq kimi baxır. Gözünü qıymaz. O tünd hissələri, açıq hissələri tünd görməyinizə, yəni hardan bitir, hardan başlayır, onu seçməyinizə kömək edir uşaqlar. Baxın, bu altdakı qalınlıqlar var ya, onları göstərin uşaqlar. Bax, belə-belə. Baxın, karandaşını tez-tez yoxum, mənimki yüzü kütləşib. Mən istəmirəm videonu dayandırım.
Şu gözümüz hazır belə. Ön hissəsini daha belə yığacağım. Bu Veneranın gözü bu hissədən, bu ön hissədən böyük gəlir. Bu yanda balaca olur. Bilmirəm, kamerada tuta bilirsiniz o xəttləri. Baxın, alt hissəsi hazır. Baxın uşaqlar, mənim istifadə etdiyim xəttlərə baxın. Eyni tondan geçmirəm ki, hansı istiqamətdə tünd görürəmsə, oranı biraz karandaşı sıxıram. Hamısı karandaşınızın nömrəsindən asılı olmaz. Əlbəttə ki, H və onun üstü karandaşlarını o qədər də istifadə etməyinizi tövsiyə etmirəm. Yəni nə qədər də sıxsan tünd olmur, plus fərəq incidir. Plus B və onun üzərindəki nömrələrdən də istifadə etməyin. Bu heykəldir, bu dəmirzad deyil. Bunu qapqara eləyəsiniz. Buna qiymət kəsirlər. Qapqara olmamalıdır işiniz. İşıq kölgə əlbəttə ki, yerində olmalıdır. Amma qaraltılar olmamalıdır uşaqlar. Bu işinizə, yəni qiymətinizə pis təsir edəcək. Şu burnunu indi təyin edirik, burnunu da işləyirik indi. Bax, hamısını biraz bundan işləyək. Hələ iş bitməyib ha, burada hələ çox iş var. Sadəcə əlavə yerlərini qoyuruq və işimiz yekunlaşır. Yəni işimizin böyük bir hissəsinin, 70%-ni biz eləmişik. Uşaqlar bunu eləmir, qurmaya çox önəm vermirlər. Halbuki qabiliyyət imtahanına tək başına bir dənə qursanız, 6 bal varınızdır. Demirəm, ştrix önəmsizdir. Artıq siz ştrixi vurmanın tərini də bilsəniz, onu gips halına gətirsəniz, qapqara eləməyin uşaqlar. Bu natürmortdadır, bəzən uşaqlar qaraldırlar, ştrixi rəsmdən fərqləndirə bilmirlər. Qapqara eləyirlər, bir rəngkarlıq işidir bu. Olmaz uşaqlar, həqiqətən olmaz. Yəni, pis qiymət alacaqsınız. Bu da belə, bu hissədən də belə. İndi əvvəlki xəttləri pozuram və neynədiyimi sizdən bölüşürəm. Karandaşımızı yonuruq tez-tez. İmtahanda bir neçə karandaş özünüzdən götürsəniz tövsiyə edirəm. Götürsəniz işiniz daha da asan. 2 saat orada karandaşı yonmaq üçün. Məsələn, saçları götürürlər, uşaqlar bir-bir çəkirlər. Sadəcə mən baxın, ötəri yer qoyun. Baxın, hə, bu saç buradan gəlir. Belə gedir. Hə, buradan yığılır. Burada ən çox sizə önəmli olan bu ənsə hissəsidir də. Çünki nə üçün orada önəmlidir? Çünki oradakılar çox bilinir. Baxın, necə bilinir. O konkretləri atın. Qalanı da gələcəkdir. Bu istiqamətdə görürsünüz. Qulağın dibindəki saç, onu konkretləşdirin. Böyründə bir dənə belə gedir. Baxın, necə aparıram xəttləri. Nəyə əsasən? Dəfələrcə işləyin, məşq eləyin, sevin sənəti. Rəssamlıq o qədər gözəldir ki, həqiqətən uşaqlar. Mən özüm kursda işləyirəm, uşaqlara öyrətmək, onları başa salmaq. Bəziləri başa düşmək istəmir, amma görürlər ki, hə, həqiqətən elədir. Və axırda da işləyirlər və özlərində də inkişaf hiss edirlər. Uşaqlar, rəsm kurslarında fərqli olaraq, məsələn, universitetə daxil olanda orada heç kim sizə öyrətməyəcək. Öyrədəcək, müəllim baxacaqdı, görür ki, vəziyyət ağırdır. Bir-iki başa salacaq və bu başa salmanı da dəfələrcə təkrar etməyəcək. Bir dəfə başa saldı, vəsyo. Yəni, ayıq olun, aktiv olun, axtarışda olun. Mən bilirəm deyib qıraqda dayanmayın. Mənim gözümdə elə insanlar əslində heç nə bilmir. Çünki insan daim öyrənməyə ac olmalıdır. Bu dünya elə, yəni 80 il yaşayacaqsan, 90 il yaşayacaqsan, hə, bu qədər bilmiş, bilərəm falandan kifayətlənmir. İnsan həqiqətən nə qədər yaşasa bu həyatda, neçə illər yaşasa belə, hər dəfə həyatda nəsə öyrənir, nəsə qazanır. Elə insanlar nəsə qabağa gələ bilir. Beyninizə tormozlasanız, desəniz ki, hə, mən ağlayam, mən möhtəşəm çəkirəm, siz geri plana düşəcəksiniz və həqiqətən özünüzdə inkişaf hiss etməyəcəksiniz. İndi mən bunu biraz konkretləşdirirəm və sizə əlavə hissələrdə danışıb videonu sonlandırıram. Bəli uşaqlar, bu formada əlavə xəttləri də pozduq, köməkçi xəttləri də pozduq. Mən həmişə özüm işləyəndə biraz tona salıram, bir damcı. Hələ neytralı vurmayanda. Neytral bilirsiniz də ümumi tona salırıq, eyni tonda olur. Sonra pozan vasitəsilə işıq kölgəni təyin edirik, başlayırıq yeniməyə, ştrixləməyə. Hələ ki, ən axırıncı videomuzda ştrixləmə haqqında məlumat verəcəm. Necə ştrixləmək lazımdır, necə o gips effektini verməliyik, necə rəsmdən çıxardırıq. Yəni, uşaqlar bunun fərqini bilmirlər. Rəsm deyəndə, məsələn, xəttlər başa düşürük, elə deyilmi? Köməkçi xəttlər başa düşürük. Amma artıq ştrixləyəndə bu xəttlər xətt kimi görsənməməlidir. Forma, həcmli görsənməlidir. Uşaqlar isə immini həmin o konturları biraz da gözə salırlar, biraz da tündləşdirirlər. O böyük bir səhvdir uşaqlar. Hamarlıq olmalıdır. İşiniz bu ağ materialdır. Bu ağ materialı siz burada əks etdirməyə çalışırsınız. Bunu da hiss elətdirməlisiniz. Necə?
Yaymada istifadə etməyin, barmaqzad vurmayın. Əliniz qapqara olacaq, işiniz də qıraqlarda qapqara olacaq. Plus sizin balınızı da aşağı salacaq. Bu formada uşaqlar, ümid edirəm ki, video faydalı olmuşdur. Təqribən 24 dəqiqə olmaz heç. Biraz da kəsərəm videonu. Yəni çünki ən birinci videomuzda heç kəsmədən zaten istifadə etmədim. Xırda detallarına kimi izah elədim. Burada da elə elədim. Amma bəzi hissələr təkrar olmasın deyə və vaxtınız daha da getməsin deyə işlədim. Ümid edirəm ki, siz də mənimlə bir yerdə işlədiniz. Digər videolarda görüşənədək növbəti işimiz avqust olacaq. Bəli dostlar, bu qədər. Bugünkü videomuzda bu qədər. Mən bu videoları dalbadal çəkəcəm. İstəyirəm ki, bu rəsm dərsləri videoları bu həftə ərzində bitsin. Çünki görürəm ki, uşaqlar deyirlər ki, müəllimə, haçan gələcək növbəti video, tələsirlər. Amma çalışın ki, uşaqlar videoları növbə ilə baxın. Mən bir playlist əlavə edəcəm. Burada da sizə göstərəcəm. O playlistdə də hamısı göstərilib. Yəni aydın formada görəcəksiniz. Hər bir dərsi növbəsi ilə playlistdən izləyə bilərsiniz. Yəni qabağa, arxaya getməyə bilərsiniz. Yəni videonu mən yükləyirəm, bəzən səhifədə görməyə bilirsiniz. Videonun çoxluğuna görə o playlist formasında yerləşdirmişəm. Tələsmədən orada baxın, bir də bal söhbəti. Uşaqlar, keçid balları da burada yerləşdirirəm. İnanın ki, ildən ilə nəticələr dəyişir və bu nəticələr əsasında da tələbatlar da dəyişir. Yəni necə deyim, 2019-dan danışıram mən hələ. Mən adi götürüm Lənkəran Dövlət Universitetini. İxtisasımız təzə olmağına baxmayaraq bir vaxtlar 60 ili keçir. İndi 120 falan olmalıdır. Yəni burada da sizə yerləşdirərəm. Yəni araşdırın özünüzdə. Yəni bala fokuslanmayın çox da. Əsas bilin ki, 150 və 120-dən yuxarı bal yığmısınız. Yəni tələbəsiniz artıq. Qabiliyyət imtahanından da minimum 6-dır. 5 qiyməti aldınız, kəsilirsiniz. Təsvir sənətdə də daxildir bu, dizaynda da və ya başqa bir ixtisasda da. Yəni elə bir 51 kimi fikirləşin də 100%-dən 51 kimi 6 qiyməti fikirləşin. Yəni keçirsən, yəni belə ucdan keçirsən də, yəni ona görə çalışın, çox çalışın, rəsmi sevin, başa düşə çalışın. Yəni zaten rəsm çəkmək 3 elementdən ibarətdir. Əl, ürək və beyin. Biz həm fikirləşirik, nə etdiyimizi hiss edirik və bunu fəaliyyət əsasında göstəririk. Dəfələrcə işləyərək bunu göstəririk. İndi növbəti videomuzda da Qatemelan olar ya da avqust eləyək, sonra ən axırda Qatemelan eləyək. Qatemelanı bəzi uşaqlar üçün asan olur, bəziləri üçün çətin, bəziləri üçün də avqust çətin olur, bəziləri üçün də avqust rahat olur. Mən ümumiyyətlə özümdən danışsam, tələbəlik illərimdə, hazırlıq vaxtlarımda mən kişi heykəllərdə xoşum gəlməzdi. Onları qadına oxşadardım. Yəni mənə qəribə gələrdi də, işləyə bilməzdim. Mən qadınları daha çox rahat işlədiyimə inanardım, amma görürəm ki, kişiləri işləmək daha asandır. İndi növbəti videomuzda görüşənədək hələlik dostlar və qısa formada deyim ki, artıq biz 1000 abunə olduq. Hər birinizə çox təşəkkür edirəm. Minnətdaram hər birinizə. Yəni məqsədimiz bu idi. Məqsədimiz rəssamlığı daha da, bilirəm Azərbaycanda rəssamlıq müəyyən bir cəhətdə inkişaf edir, amma məncə o deyil. Hələ o səviyyəyə çatmamışıq. İnşallah belə videolar davamı gələr və bu da sizin əlinizdədir. Bəyənib, paylaşmağı, yararlı olacağınız insanlara göndərmək unutmayın. Həqiqətən, mənim üçün YouTube tam bir başqa bir platformadır. Burada sizin qarşınızda öz fikirlərimi sərbəst formada ifadə etməyə çalışıram, özümü inkişaf elətdirməyə çalışıram. Öyrətmə qabiliyyətimi daha da inkişaf elətdirirəm sizin sayənizdə və istəmirəm ki, davamsız olsun, davamlı şəkildə belə olsun. Özünüzə yaxşı baxın və daim əlinizdən karandaş, pozan, əksik olmasın. Hələlik dostlar.